Binəqədi rayon məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Bağır Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İttihama görə hadisə 2025-ci il martın 6-sında saat 13 radələrində paytaxtın Binəqədi rayonunda baş verib. Bağır Səmədov evinin həyətində qaynatası zərərçəkmiş İldırım Məlikovla aralarında yaranmış münaqişə zamanı sonuncuya xəsarət yetirib. Araşdırmalarla müəyyən edilib ki, İldırım Məlikov çənənin hər iki mental və sol oynaq çıxıntısının yerdəyişən sınıqları ilə müşahidə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri alıb. Bağır Səmədovun əməli qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif olunub. Hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Konstitusiya və Suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub və onun barəsindəki cinayət təqibinə xitam verilib. Qeyd edək ki, ad və soyad şərti verilib.